Xeyr olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağı Buzovna yolunda 2 sot yarıma yaxın torpaq sahəsinin üzərində bax gözəl belə bir həyət evimiz çıxıb. Tərifə ehtiyac yoxdur, inşallah özünüz görəcəksiniz. Tam yola yaxındır. Oradan üzərinizə çatdıraq ki, sənəd köhnə bələdiyyədir. Sırf çıxarışı da yararlıdır, 2004-ün bələdiyyəsidir. Belə də eskizinə qədər var. İnşallah həyətin təqdimatını eləyək. Bax həyətdə sanuzeli tamamlanma işləri görüləcək. Yəni qardaş tamamlayıb verəcək. Hətta işıqlandırmaya qədər tamamlayıb verəcək. Və sağına da soluna da keçid var və evin arxasında əlavə bir sotacla torpağı var. Evin qabaq hissəsini göstərək və bir setkasını təqdim elə qardaşım. Arxadan bir dənə zəhmət olmuş. Eyni təkstarla göstər ki, izləyicilərimiz tam izləyə bilsinlər. Bax, fikir verin, belə bir qəşəng evdir və belə deyək, bir zal, 2 yataq, bir mətbəx, bir sanuzeldən ibarətdir. Otaqlar da böyükdür, mətbəxi də böyükdür. İnşallah keçə evin arxasını göstərək sizlərə və qeyd etmişdik. Evin arxasında da hardasa bir sota yaxın torpaq sahəsi var. Qiymət 72.500 manatdır. Yəni reallıq olarsa endirmə olacaq inşallah. Bax, fikir verin. Ən belə deyək də, bir sot, bəlkə də ola bilər bir sotdan, bəlkə də biraz az. Və giriş hissəsini də təqdim edirik sizlərə. Maşın rahat bir şəkildə daxil olur. Yerdən də ən azından 6 daş, 6-7 daş kürsülüdür. Və keçirik inşallah evin içərisinin təqdimatını təqdim edək sizlərə. Gözəl belə bir zalı var. Koridordan üzr istəyirəm, zaldır. Qəşəng belə bir səliqəli zalı var. Oradan üzərinizə çatdıraq ki, qoşa daşdır, tək daş deyil. Hər otaqlarda kombi xəttlər var. Bu zalı da göstərir sizə. Bu da elə böyük demək olar. Əlavə yəni kim istəsə, hər qardaş artıq düzəldə bilərəm. Bu otağı da təqdim edin, zəhmət olmasa. Və mətbəx hissəsini göstərək. Sanuzeli göstərək, mətbəx göstərək. Sanuzeli təqdim edək. Və mətbəx hissəsini göstərək sizlərə. Qazın xəttinə qədər belə qoyulur. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi, Məşdağı Buzovna yolunda tam yola yaxındır. 2 sot yarım torpaq sahəsinin üzərində inşa edilib. Yerdən 6 daş kürsüdür, həyətdə bir setkası, əlavə sanuzeli evin arxasında torpağı var. Yoldan hardasa belə 2-3-cü evdir. Sonra bir zal, 2 yataq, bir mətbəxdən ibarətdir və qeyd etdiyimiz kimi sənəd köhnə bələdiyyədir, sırf çarşıya yararlı, qiymət 72.500 manatdır. Reallıq olarsa ev sahibi tərəfindən indirim olmasa və səhvlərini sizlər üçün Məşdağı əməkdaşlar və rəhbərimiz sizlər.